Təbib bəzi bölgələrdəki dövlət tibb müəssisələrində çalışan stomatoloqların ixtisar olunması ilə bağlı iddialara aydınlıq gətirib. Təbibdən APA'nın sorğusuna cavab olaraq bildirilib ki, stomatoloji xidmətlərin yenidən təşkili ilə bağlı addımlar atılır. Təbib tərəfindən ötən dövr ərzində stomatoloji xidmətlərin təşkili, keyfiyyəti, xidmət həcmi, əlçatanlığı, həkim qəbulu, infrastruktur və bu sahədə şəffaflığın artırılması məqsədi ilə ətraflı təhlil və qiymətləndirmə işləri aparılıb. Bu qiymətləndirmələr zamanı müxtəlif regionlarda cari ilin ötən müddət ərzində bir sıra stomatoloqların pasiyent qəbul etmədiyi, xidmət keyfiyyətinin aşağı olduğu, vətəndaş narazılıqları və ödənişlərin rəsmi nağdsız ödəniş sistemi, postterminal bank köçürmələri və s. üzərindən keçirilməməsi, yəni müəssisənin maliyyə uçotundan yayınması halları müşahidə edilib. Təbibin Müşahidə Şurasının 21 iyul 2025-ci il qərarı ilə vəzifə öhdəliklərinin xarakterini və müvafiq həkim ixtisası vəzifəsi üzrə pasiyent müraciətlərinin qeydiyyatı xüsusiyyətlərini nəzərə alaraq 1 avqust tarixindən etibarən uşaq stomatoloqları ixtisası üzrə çalışan həkimlərə sabit aylıq həvəsləndirici əlavələr təyin olunub. Yeni qərarla həvəsləndirici əlavələr 250 manat məbləğində müəyyən olunub. Qeyd olunanlara nəzərə alaraq Əmək Məcəlləsinin tələbləri də nəzərə alınmaqla müəssisə rəhbərləri tərəfindən ştatların ixtisarı ilə bağlı öncədən xəbərdarlıq olunub. Əlavə olaraq bildiririk ki, stomatoloji xidmətlər icbari tibbi sığorta təminatına daxil olmayan və ödənişli əsaslarla göstərilən tibbi xidmətlərdir. 149 sayda stomatoloji xidmətlərin tarifləri Təbibin Müşahidə Şurasının qərarı ilə təsdiq olunub deyə məlumatda bildirilir.